Artıq 3 gündür ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfərlik şəxsi heyəti qardaş ölkə Türkiyədədir. Onlar Türkiyəli yanğın söndürənlərlə birlikdə Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində iştirak edirlər. Hazırda bu heyətin üzvü olan yanğın söndürən Rəşad Heydərov yanımızdadır. Rəşad bəy, xoş gördük. Xoş gördük. Bu yanğınların söndürülməsi istiqamətində vəziyyət nə yerdədir? Yanğınların söndürməsi istiqamətində vəziyyət gördüyünüz kimi həm çətin, həm də biraz hava şəraitinə uyğun olaraq, dağ relyefinə uyğun olaraq çətinliklərimiz ondadır. Ancaq havanın isti keçməsi, küləkli olması, söndürdüyümüz yanğın yerlərinin ocaqlar tezdən yenə alışması gördüyünüz kimi yenə təkrarlanır. Yəni gecə yanğınları olur, söndürdüyümüz mənbəylər tezdən alışmalar olur. Çətinliyimiz ancaq o şəraitdədir. Bir şey də var ki, sağ olsunlar bizim rəhbərliyimiz də, nazirliyimiz də bizə lazımi qayğını göstərirlər, təminatımız və Türk xalqından da minnətdarlığımızı bildiririk ki, yəni onlar hər dəqiqə bizim yanımızdadırlar. Sudur, yeməkdir, hər bir şeylə bizi təmin edirlər də. Yəni birliyimizi burada da göstərir. Qardaş Türkiyənin yanındayıq hər zaman. Yəni bizim borcumuzdur qardaş Türkiyəyə gəlmək. Biz də cənab prezidentimizin tapşırığı ilə həmin an rəhbərliyimiz tərəfindən birbaşa Türk qardaşlarımızın yanında olduq. Yəni ki, çətinliklərimiz olsa da ancaq çətinliklərimiz birbaşa ancaq hava şəraitinə əlaqədardır, tanımadığımız ərazilərin olduğuna görə də yenə də ki, öhdəsindən gəlirik inşallah.